Çünkü Türkiye ile Azerbaycan təbii müttəfiqdir. Ağzımızda deyirik, təbii müttəfiq. Dünyada ikinci ölkə yoxdur ki, biz ona deyək ki, təbii müttəfiq. İsrail Azərbaycan təbii müttəfiqi deyil. Amma Türkiye Azərbaycanın təbii müttəfiqidir. Bu elə belə söz deyil. Çünki qanımız birdir. Dinimiz birdir. Və həmişə də o vəfalı Türk gəlib yanımızda durub. Vəfalı Yahudi gəlib durmayıb yanımızda. Vəfalı Rus, vəfalı Fars, vəfalı Avropalı və bundan sonra durmayacaqlar. Sənə dəstək verməklə hansısa sahədə, o sənin yanında olmaqla deyil, sənə silah satmaqla, sənin yanında olmaqla deyil. Siz bilirsinizmi, ümumiyyətlə Azərbaycana ən çox silah satan ölkə son illərə qədər hansı ölkə olub? Rusiya olub. Hə, nə olsun? Rusiya yanımızdadır, Rusiya yanımızda olub. Azərbaycanın ən böyük ticarət partnyoru İtaliyadır. Xəbəriniz var ki, Azərbaycan Türkiyədən daha böyük ticarət partnyoru İtaliyadır. İndi İtaliya bizim yanımızdadır.